Ben Balaçıyev İsa Şahbazoğlu 20 iyun 1984-cü ildə Qərbi Azərbaycanın Amasya rayonunun Ağbaba mahallının Ellər kəndində anadan olmuşam. Məlum hadisələrdən sonra 1988-ci ildə biz də erməni terroru nəticəsində biz də öz ata-baba yurdumuzdan didərgin düşmüşük və Azərbaycanın Qax rayonunda gəldik, məskunlaşdıq. 2 il orada yaşadıktan sonra Bakı şəhərində məskunlaşdıq. Mən ilk təhsilimi, orta təhsilimi, ali təhsilimi Bakı şəhərində oxumuşam, başa çatdırmışam. Müəyyən dövlət strukturlarında işləmişəm. Hal-hazırda da işləməkdə davam edirəm. Samir mənim Ellər kəndi Amasya rayonunun mərkəzindən 26 kilometr şimal-qərbində yerləşirdi və dəniz səviyyəsindən 2140 metr hündürlükdə yerləşirdi. Hündürlükdə yerləşdiyinə görə, yüksəklikdə olduğuna görə orada çalışan işçilərə əmək haqqına əlavə 20% əlavə məbləğ verirdilər, yüksəklikdə olduğuna görə. Ellər qədim türk adı, qədimi adı bizim kəndimizə Ellər olub. 1931-ci ildə Vaxtçı SSR hakimiyyəti dövründə kəndimizin adını dəyişərək Ellər kənd qoyublar. 1989-cu ilə qədər bu adla kəndimizin adı Ellər kənd olaraq qalıb. İndiki Ermənistan hakimiyyəti 19 aprel 1991-ci ildə Ellər kəndinin adını dəyişərək Lorasar olaraq tam erməniləşdirmişdilər. 2024-cü ildə mənim atam Şahbaz Balaçıyev Ellər Həqiqətləri adlı bir kitab yazdı, əsəyə gətirdi. Mən bir gənc olaraq kitabdan, ata-babalarımdan, valideynlərimdən, yaşlı nəslin üzvlərindən Ellər barədə, Ellərin keçmişi, Ellər həqiqətləri, Ellərin mədəniyyəti, Ellərin adət-ənənələri barədə həmişə soruşuram, məlumatlanıram, maraqlanıram və mənim kimi uşaq yaşda öz ata-baba yurdundan, obasından didərgin düşmüş, qovulmuş gənclərə də bugün tövsiyəm budur ki, ümumilikdə Qərbi Azərbaycan həqiqətlərini və kəndimizin, Ellər kəndinin həqiqətlərini bizdən sonraki nəsillərə də ötürsünlər, bizdən sonraki nəsillər də öz ata-baba yurdlarını bilsinlər, tanısınlar, öyrənsinlər, məlumatlansınlar. Qərbi Azərbaycanı unutmayaq, unutturmayaq. Qərbi Azərbaycan coğrafi tərəfini yox, Qərbi Azərbaycan mənim üçün ruh halıdır. Ora mənim ata-baba yurdumdur, keçmişimdir, tariximdir. Mən ona görə də məkanından, yerindən, yurdundan əsl olmayaraq hər zaman Qərbi Azərbaycanlı olduğumu, Qərbi Azərbaycanda doğulduğumu, dünya göz açdığımı hər zaman ürəklə, belə sevinclə onu mən çatdırıram qarşımdakı insanlara. Qərbi Azərbaycan həqiqətlərini, Qərbi Azərbaycanın mədəniyyətini, adət-ənənələrini çatdırıram. Sanırım, bir gənc kimi mən keçmişimizi unutmamalıyıq, unutturmamalıyıq. Bu günlərim Qərbi Azərbaycan, qədim torpağımızın keçmişini bizə unutturmağa məcbur edirlərsə, amma biz onu unutmamalıyıq. Bu erməni terroru nəticəsində bizim keçmişimiz unudulmağa, bizim tariximiz, Qərbi Azərbaycanımız unudulmağa məcbur qoyulursa, bizlər onu unutmamalıyıq. Bizlər Qərbi Azərbaycanı yaşatmalıyıq. Bu günlərin Qərbi Azərbaycan icması bu formada çox böyük işlər görür və biz gənclər
bizdən sonraki gənclər də Qərbi Azərbaycanı tanıtmaq üçün, dünyaya tanıtmaq üçün, Qərbi Azərbaycan həqiqətləri, Qərbi Azərbaycanda yaşamış Azərbaycanlılar, türklər, biz bunları unutturmamalıyıq. Biz bunu dünyaya çatdırmalıyıq. Mətbuatla, sosial şəbəkələrlə, dövlət mətbuatdakı Qərbi Azərbaycan barədə yazılmış yazılarla, sosial şəbəkələrdəki paylaşımlarla biz Qərbi Azərbaycanı unutmamalıyıq. Qərbi Azərbaycanlıyam. Qərbi Azərbaycanlı olmaq mənim üçün fəxrdir. Bugün Bakı şəhərində anadan olmuş Qərbi Azərbaycanlı kökənli gənclərimizlə belə fəxrlə mən Qərbi Azərbaycanlıyam, köküm Qərbi Azərbaycanlıdır, atam Qərbi Azərbaycanlıdır deyir və mən inanıram ki, fəxrlə deyir. Fəxrlə vurğulayır ki, mən Qərbi Azərbaycanlıyam. Samir müəllim, cənab prezidentimizin hər zaman çıxışlarında söylediği kimi Qərbi Azərbaycanlılar Qərbi Azərbaycana öz ata-baba yurtlarına qayıdacaqlar. Bugün Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində çox böyük işlər görülür və Qərbi Azərbaycan icması da bu barədə çox böyük işlər görür. Qərbi Azərbaycan icmasında işinin fəaliyyətini mən hər zaman izləyirəm, bəyənirəm. Biz gənclər və bizdən sonrası gənclər cənab prezidentimizin dəstəyi ilə, cənab prezidentimizin siyasəti ilə vurğuladığı kimi Qərbi Azərbaycanlılar Qərbi Azərbaycana qayıdacaqlar. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan edib, dağıdıb, Azərbaycanlıların tarixi irsini silmək istəyib. Ancaq buna nail ola bilməyib. Çünki tarix var, sənədlər var, xəritələr var və bu binada nümayiş etdirilən 20-ci əsrin əvvəllərinə təsadüf edən xəritə bir də onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsəd yönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Və inşallah ki, biz də öz ata-baba yurdumuza, bizdən sonraki nəsillər də öz ata-baba yurdlarını görəcəklər, gedib oralarla tanış olacaqlar, babalarının məzarlarını ziyarət edəcəklər və oranın yaşadacaqlar. Mən buradakı fəaliyyətimi, buradakı müəllimlik fəaliyyətimi mən orada davam etdirmək istəyərəm. Öz ata-baba yurdumda, dünyaya göz açdığım Eləbəyoğlu kəndində mən fəaliyyətimi davam etdirmək istəyərəm. Orada qurulaşdırıb yaşamaq istəyərəm. Biz Qərbi Azərbaycanlıyıq. Biz ata-baba torpaqlarımızdan yoxsa qayıdacaq. Mən inanıram, necə ki, Qarabağımızı aldıq, cənab prezidentimizin dəmir yumruğu sayəsində Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə, veteranlarımıza Allah şəfa versin, Allah can sağlığı versin. Biz 44 günlük vətən müharibəsində Qarabağımızı azad elədik erməni
əsarətindən, erməninin əlindən aldıq biz Qarabağımızı və bugün soydaşlarımız 30 il bundan öncə oradan gənc yaşda, uşaq yaşda öz torpaqlarından qaçqın düşmüş soydaşlarımız bu günlərin çox həvəslə, çox sevinclə öz torpaqlarına qayıdırlar. Və mən inanıram ki, biz də Qərbi Azərbaycana qayıdacaq və inanıram ki, məndən sonraki nəsil də öz ata-baba yurtlarını gedib görəcək, tanıyacaq, orada yaşamağa davam edəcək. Bizim doğma torpağımız Zəngəzurdur. Bizim doğma torpağımız Göyçə Maxalıdır, İrəvandır. Biz tarixi unuda bilmərik və kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Bizim dədə-baba torpağımızdır, biz ora qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq və heç kim bizi dayandıra bilməz. Zəngəzur dəhlizini biz icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə. İstəsə daha asan həll edəcəyik. İstəməsə də zorla həll edəcəyik. Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.